Rusiyanın atdığı addımlar maksimalist diplomatik gedişatdır. Yəni ən maksimumu istəyirik ki, ən aşağı səviyyədə nəyəsə qane olar. Amerika da bunu eləyir, Ukrayna da bunu eləyir. Yəni çox ölkələrin davranış qaydalarına uyğundur. Lavrovun dediyinin absurdluğu həm də ondan ibarətdir ki, o referendumlara istinad eləyir. Zaporojye, Xerson bölgəsində olan keçirilən referendumlara və Donetsk Respublikasında keçən, Luganskda keçən referendumlara istinad eləyir. O referendumlar keçiriləndə belə Donetskin 40%, Lugansk, daha doğrusu Zaporojye və Xersonun yarısı Ukraynanın əlində idi axı. Sən orada o referendumdakı formal o lap belə hüquqi cəhətdən bir qəpik dəyəri olmayan, amma hər halda istinad etdikləri referendum da belə anlamsızdır axı, mənasızdır. Yəni sən orada referendum onsuz da keçirməmsən, orada əhali belə deyək də Ukraynanın ərazisində sən referendum keçirməmsənsə administrativ sərhədləri necə istəyə bilərsən? Mənə elə gəlir ki, Rusiya sadəcə ən maksimum tələbləri irəli sürməklə müxtəlif dividendlər əldə etməyə çalışır. Amma müharibənin sonu yaxınlaşırmı? Bəli, müharibə sona çatır. Atəşkəs elan olunacaq, amma bu sülh demək deyil. Sülh hələ uzun müddət, bəlkə də 10 illərlə sülh olmayacaq. Yəni atəşkəsin olması həmən sülhün olması demək deyil. Azərbaycan və Ermənistan arasında 26 il atəşkəs oldu. Yeri gəlmişkən Ukraynanın özünə heç sülh sərf eləyirmi? Başqa bir variant qalmayıb. Problem budur. Yəni, yenə elə bizim qardaş Türkiyəyə istinad eləsək, Ərdoğanın böyük əziyyəti nəticəsində müharibənin bir ayına, 22-ci ilin aprel ayında, mart-aprel ayında artıq İstanbulda var idi də anlaşmalar. O anlaşmaları mən çox tövsiyə edirəm bizim izləyicilərimizə. Girsinlər, oxusunlar internetdə, müxtəlif dillərdə, rus dilində, ingilis dilində var həmin anlaşmanın tam mətni. Hətta kserokopyası var, yəni imzalı kopyaları da mövcuddur. Orada ümumiyyətlə Xerson və Zaporojye ümumiyyətlə yox idi. Ümumiyyətlə yox idi. Yəni, o anlaşmada ümumiyyətlə bu vilayətlər yox idi. Orada bu anlaşma bitəndən sonra 22-ci ilin sentyabrında qeydirmə referendum keçirdi Rusiya. Belə çox mənasız bir güya konstitusyon akt həyata keçirdi. Halbuki heç bir mənası yox idi. Amma Xerson, Zaporojye ümumiyyətlə yox idi. Hətta Krımla bağlı belə bir bənd var, girib oxuya bilərlər. 7-15 ildən sonra Krımın statusu müzakirə predmeti olacaq. Donetsk və Lugansk məsələsi isə Zelenski və Putinin görüşündə müzakirə olunan məsələlərdən biri olacaq. Hətta buna qədər var idi. O vaxt Ukrayna heç nə böyük bir ərazi itirməmişdi. O vaxt Ukrayna bu qədər insan itirməmişdi, şəhərlər, kəndlər dağılmamışdı. Yəni o zaman buna anlaşmaya gedirsəydi, indikindən qat-qat yaxşı idi. Qat-qat üstün idi Ukrayna üçün. Təəssüf ki, olmadı müxtəlif səbəblərdən. İndi hər dəfə daha çətin və daha ağır durumla qarşılaşır. Dünən Zaluzhninin çox maraqlı bir müsahibəsi oldu İngilis nəşrlərindən birinə. Başlıq da belə idi ki, müasir müharibədə iki əsas amil var. İndi başlığı oxuyanda insanın ağlına nə gəlir? Bu hərbçidirsə, çox güman ki, ya təyyarə deyəcək, tank deyəcək, top deyəcək, raket deyəcək. Amma açıb oxuyursan, deyir ki, iqtisadi güc və demoqrafik üstünlük. Müasir müharibədə iki əsas həll edici amil var və təəssüf ki, hər ikisində Rusiya bizdən azı 5-6 dəfə üstündür. İstəyir iqtisadi gücdə, istəyir demoqrafiyada. Bu, dolayısıyla etiraf deməkdir də, yəni nə vaxta qədər müharibə olacaq, hansı nöqtəyə qədər müharibə getməlidir. Çox istərdi, könül istərdi ki, təbii ki, Ukrayna irəliləsin, qalib gəlsin, 91-ci il sərhədlərinə çıxsın və ərazi bütövlüyünü bərpa eləsin. Amma hətta Zaluzhny belə etiraf edir ki, artıq bu mümkün deyil. Yəni, nə demoqrafik, nə iqtisadi güc buna yetərli deyil. Deməli, saxlamaq lazımdır və post-Putin dönəminə hazırlaşmaq lazımdır. Amerikanın da istədiyi budur. Atəşkəs elan olunsun, atəşkəsdən sonra uzun illər danışıqlar gedəcək və danışıqlar nəticəsində də bilmək olmaz Rusiyada hansı vəziyyət yaranacaq, post-Putin dönəmi necə olacaq və s. Yəni, burada məchullar həddindən artıq çoxdur. Amma fakt olaraq odur ki, Ukrayna qalib gələ bilmir. Və bu faktdır. İndi təəssüf ki, bu belədir və bunu Ukraynanın daha az itkilərlə bu indiki şəraitdə müharibənin dondurulması məncə ən doğru qərardır. Və çox güman ki, bu da olacaq. Yaxın həftələrdə əvvəl çox güman 30 günlük, sonra 60 günlük, sonra 90 günlük hər dəfə arta-arta atəşkəsi elan olunması mümkündür. Və atəşkəsin elan olunmasından sonra uzun-uzadı bir danışıqlar predmeti olacaq.
Amerikanın elan etdiyi, ən azından Amerikanın olduğu iddia olunan, belə desək daha doğru olar, planda, Reuters'in yaydığı planda, mənə elə gəlir ki, Ukrayna üçün indiki duruma nisbətən heç də pis vəziyyət deyil. Orada Ukraynalıları haqlı olaraq narazılığına səbəb olan Krımın tanınması məsələsidir. Amma heç kim Ukraynadan Krımı tanımağı tələb etmir. Heç kim. Və dünyanın heç bir ölkəsi də, yəni normal ölkələrdən söhbət gedir, Şimali Koreya kimi yox, heç kim də Krımı tanımayacaq. Amma Amerika Birləşmiş Ştatları zaten Rusiyanın olan, zaten alınması, geri alınması müşkül olan, demək olar ki, mümkün olmayan bir nəyisə Rusiyaya çox baha qiymətə satmağa çalışır. Bu Amerikanların ticarət anlayışına çox uyğundur yeri gəlmişkən. Yəni Krım zaten Rusiyanındır da. Rusiyanın olduğunu Rusiyaya çox baha qiymətə satmaq özü də bir bacarıq tələb edir. Yəni Amerika tanıyacaqsa, Holland yüksəkliyini də Amerika tanıdı, İsrail ərazisi kimi. Başqa hansı ölkə tanıdı? Heç bir ölkə tanımadı ki. Yəni buna görə də əgər bu Krımın tanınması Rusiyanın böyük güzəştlərə getməyini tələb edirsə, Rusiya buna gedirsə, məsələn, Zaporojye atom elektrik stansiyasını qaytarırsa, Dnepr çayının qolları Rusiya, daha doğrusu Ukrayna ərazisinə qayıdırsa, Xarkovda, Sum bölgəsində işğal etdiyi bölgələrdən çəkilirsə və s. bu tipli addımlar atılırsa, deməli bu güzəştlərin Ukraynaya da xeyri var da. Anlayıram ki, təbii ki, Ukraynada bunu yetizdirmək çox çətin olacaq. Əhaliyə bunu belə deyək də izah etmək çox çətin olacaq. Suallar yaranacaq ki, yaxşı biz niyə onda, əgər İstanbul sazişləri bundan yaxşı idisə, biz 3 il niyə vuruşduq, niyə bu qədər əziyyət çəkdik. Amma bu anlamda Rusiyada daha rahatdır vəziyyət. Çünki avtoritar bir ölkə olan Rusiyada Putin nəyə qələbə desə, o da qələbə olacaq. Putin çıxıb deyəcək, bu qələbədir və salam. Hamı deyəcək qələbədir. Amma Ukrayna elə deyil. Ukrayna daha demokratik ölkədir, müxalifət var, ictimai rəy var və Ukraynada çətin olacaq. Bu ictimai rəyi idarə etmək də çətin olacaq. Zelenskinin izahları da yetərli olmaya bilər gələcəkdə. Və yeri gəlmişkən, bax indi dünən gecə saatlarında mineral anlaşmalar imzalandı da Vaşinqtonla Kiyev arasında. İndi sual yaranır da, yaxşı bu 2 ay niyə uzatdınız ki bu qədər? Zaten imzalandı. Zaten orada Ukraynanın ziyanına mən bir şey görmürəm. İqtisadçı olaraq da bir şey görmürəm. Xatırlayırsın efirlərdə biz bu haqda danışmışıq da. Yəni hələ anlaşmanın özündə yazılıb ki 10 ildən sonra gəlir götürülə bilər. 10 ildən sonra. 10 il amma ora investisiyalar yatırılacaq. Pisdir, Ukraynaya qoy investisiyalar yatırılsın da. Mən həmişə bütün ictimai çıxışlarımda da bunu deyirdim ki, söhbət ondan gedir ki, Amerika Birləşmiş Ştatları Ukraynaya başqa təhlükəsizlik çətiri verə bilmir. Nə NATO-ya qəbul edə bilir, nə öz qoşunlarını ora göndərə bilir. Yeganə çətir iqtisadi çətirdir. Yəni Rusiyaya deyəcək ki, və artıq dedi, dünən axşam saatlarında Amerikanın Ağ Evdən belə bir açıqlama oldu ki, artıq bu anlaşmadan sonra limanlar, infrastruktur, həm də Amerikanın, 50-50 Amerikanın işlətməsindədir. Rusiya ora vura bilməz və buna cavab veriləcək. Bunu 2 ay bundan qabaq imzalasaydılar daha rahat olardı, daha tez, belə deyək də, istəklərə nail olmaq mümkün idi. Amerikanın investisiyaları və texnologiyaları olmasa, zaten o mədən və o nadir metallar, ümumiyyətlə neft, qaz, başqa təbii resurslar zaten çıxartmaq mümkün deyildi. Ukraynada bilmirdilər ki, onların nadir metalları var, nefti var, qazı var. Bilirdilər. Sadəcə pulları yox idi, texnologiyaları yox idi. 86-cı ildən bilinirdi o yataqlar. İndi investisiya qoyulacaq. İnvestisiya da Rusiyanın pulu olacaq. Yeri gəlmişkən bu da çox maraqlı detaldır. Bilirsiniz ki, Rusiyanın 300 milyarda yaxın dondurulmuş vəsaiti var. Heç cür ona əl qoya bilmirdilər. Ancaq onun faizlərini Ukraynaya verə bilirdi qərb ölkələri. İndi həmin infrastruktur layihələrinin işlənməsində həmin 300 milyarddan da istifadə edəcəklər və Rusiya buna razılıq verib. Ən maraqlısı da budur. Razılıq verib. Bilirsiniz niyə razılıq verib? Çünki işğal altında olan, Rusiyanın işğal altında olan ərazilərdə də o puldan istifadə olunacaq. Ukrayna buna etiraz da eləyə bilməyəcək. Amerika deyəcək ki, zaten bu torpaqlar sənin də, Ukrayna ərazisidir. Mən orada investisiya qoyuram. Rusiya ilə birgə orada da investisiya layihələri həyata keçirirəm. Yəni belə bir maraqlı arqument yaranacaq da, düzdürmü? Yəni çox belə Amerikanların mövqeyi qəlizdir, çox şaxəlidir, yəni primitiv deyil. Ona görə də bəzən onları başa düşmək də çətin olur və Trump'ın və komandasının ciddi tənqid atəşinə tutulduğunu da görürük. Azərbaycanda da, Ukraynada da, dünyada da bunu görürük. Amma alternativlərin nə olacağını heç kim söyləmir. Alternativ nədir? Yəni atəşkəs olmaz. Ukraynaya sərf eləyirmi? Yox.
Bəli, sərf eləmir. Amma alternativi nədir? Ukrayna vuruşub qalib gələ bilərmi? O da yox. Onda nə etmək lazımdır? Bəs? Yəni 3 dənə sadə sualı ard-ardına qoyanda məntiqli bir yol alınır da, düzdürmü? Ukraynanın təəssüf ki, Ukrayna üçün Avropalılar gəlib canından keçib vuruşmaq istəmir. İstəmir də, zorla deyil ki. Amerikanların dəstəyi və təminatı olmasa nə fransız əskəri, nə İngilis əskəri oraya girməyəcək. Amerikaya yalvarırlar ki, bizə zəmanət ver, ondan sonra biz girək. Söhbət ondan gedir. Amma Rusiya neynədir? Bizdə də çox qəribədir. Mən bizim mediada da, sosial şəbəkələrdə də gördüm ki, Rusiya görün nə günə qalıb ki, Şimali Koreyadan əskər gətirir. Mən buna tamam başqa baxıram. Rusiya Şimali Koreyada 10.000 əskərini gətirib, öz əskərini qordu, onları qırdı. Bunun nəyi pisdir ki, Rusiya üçün? Nəyi pisdir? Bu onu göstərir amma ki, avtoritar liderlər, avtoritar ölkələr daha effektiv və tez qərarlar ala bilirlər. Və demokratiyada papağını qoysun qabağına fikirləşsin bununla bağlı ki, demokratiyada niyə belə olmur? Niyə belə tez qərarlar almaq mümkün olmur? Şimali Koreya insanı qarışqadan fərqi yoxdur. Şimali Koreya lideri üçün. Putin üçün də öz əhalisinin heç qarışqa qədər qiyməti yoxdur. O ki, qalsın Şimali Koreya əskərinin qiyməti olsun. Təbii ki, yoxdur. Ona görə də gətirdi bir 10.000 öz əskərinin əvəzinə 10.000, nə bilim 5.000, 3.000 hərə bir rəqəm səsləndirir. Şimali əskəri də, Koreya əskəri orada qırıldı. Pis oldu, Kurskda onlardan istifadə elədi. Amma mən də istəyərdim ki, bir İngilisi, Fransızı da bir 20 minlik ordu ilə gəlsin, Ukrayna ilə birgə vuruşsun. Görün, vuruşurmu? Vuruşmur da, problem odur. Məsələ odur. Yəni ona görə də mən ürək ağrısı ilə bildirmək lazımdır ki, artıq məsələ gəlib o nöqtəyə çatıb ki, indi Ukraynanın dayanmaqdan başqa çarəsi yoxdur. Çünki alternativi görsənmir. Alternativ nədir? Alternativi yoxdur. Məsələn, Zaluzhny deyir ki, hətta bizə indi silah da versələr, vuruşmağa adam yox. Yəni, bu çox ciddi məsələdir və mənə elə gəlir ki, münaqişənin dondurulması indiki şərtlər çərçivəsində Ukrayna üçün bugünkü şəraitdə ən qəbul olunan bir məsələdir. Əgər, bunun da bir əgəri var, necə deyərlər, vergülü var. Əgər doğrudan da Ukrayna bundan sonra o investisiyalar ki, qoyulacaq milyardlar, normal, ciddi, böyük iqtisadiyyat qursa, ciddi ordu quruculuğuna getsə, hərbi sənaye kompleksini yaratsa, yəni o vəsaitdən doğru düzgün istifadə etməyi bacarsa, korrupsiya sıfırlanmalıdır. Təəssüf ki, çox böyük korrupsiya var Ukraynada. Effektiv iqtisadi modellər yaranmalıdır. Bütün bunlar avtoritarizmə qalib gəlmək üçün, Putin Rusiyasına qalib gəlmək üçün çox vacib. Amma özünə arxayın olmalısan da bunun üçün. Ancaq qonşuya arxayın olub vuruşmaq olmaz. Bir gün vuruşarsan, 5 gün vuruşarsan, 6-cı gün qonşu da bezəcək, sən də qalacaqsan tək başına vəhşi ayı ilə. İndi bax, Ukrayna tək başına vəhşi ayı ilə üzbəüz qalmasın deyə indi dayanmaq lazımdır və post-Putin dönəminə hazırlaşmaq lazımdır. 10 ildən, 15 ildən sonra imkan və fürsət yarana bilər. Ukrayna güclü, demokratik və çiçəklənən iqtisadiyyata malik bir ölkəyə çevrilsə, o zaman həmin bölgələrin özləri istəyəcək yenidən Ukraynaya geri dönsünlər. Və bu çox ciddi bir dünyada bunun örnəklərini biz görmüşük. Almaniya bölünəndə 45-ci ildə hamı elə bilirdi ki, əsrlərlə belə qalacaq. Almaniya Demokratik Respublikası, Almaniya Federativ Respublikası. Cəmi nə qədər çəkdi? 44 il çəkdi. Cəmi 44 ildən sonra, tarix üçün nədir ki, bu an məsələsidir də. 44 ildən sonra Almaniya birləşdi. İnşallah o gün olacaq ki, Ukrayna da birləşəcək. Ukrayna da itirdiyi torpaqları geri qaytaracaq.